İbn Ziyad xanım Zeynəbə dedi ki, Allahın qardaşın Hüseynin başına gətirdiklərinə nə deyə bilərsən? Baxın, xanım Zeynəb məsumluğuna dəlalət edən bir cavab verdi. Təkcə məsumluq deyil, həm də ona dəlalət edir ki, o Həzrətin məsumluğu bir çox təhqiqatçılara görə Ulul Əzim peyğəmbərlərinin məsumluq növündəndir. Daha doğrusu, bu cavabın peyğəmbərlərin ümumi səviyyəsindən yüksək olduğunu söyləmək olar. Bütün bu fikri və qəlbi sabitliyi və həqiqətə münasibətdə qeyri-məhdud üfüqlər heç də insana aid deyil. Zeynəb-i Kübradan gələn bu kəlmə İmam Səccadın Şam xütbəsinin hamısına bərabər görünürdü, hətta ondan yüksəkdə olmasa da. Baxmayaraq ki, şübhəsiz İmam Səccad Zeynəb-i Kübradan daha fəzilətli, üstündür. Lakin bu, İmam Zeynül Abidinin Dəməşqdəki bütün xütbəsinə bərabər olan Həzrət Zeynəbdən bir kəlməsidir. Sual adi sual deyildi, cavab da adi deyildi. Soruşulan sual filosoflar, mərifət əhli, mütəkəllimçilər, cəbriçilər və əşairilər arasındakı fikir döyüşüdür. Bu suala çarə tapa bilməyənlər, buna görə də cəbr və təfviz və sair tələlərə düşdülər. Bütün təmkinliklə və aramlıqla xanım Zeynəbdən İbn Ziyad soruşduqda, "Ma rəəytu illə cəmilə." Mən gözəllikdən başqa heç nə görmədim deyir. Aşura faciəsində gözəllik varmı? Mən gözəllik gördüm deyir. O bədbəxtlərin pisliyini gördüyü kimi, şər insanların pisliyində də gözəllik görür. Həzrət Əqilənin baxışı Ulul Əzm peyğəmbərlərinin bəsirətidir. Bütün istirabların çoxluğunda və kainatı və 7 səmanın bünövrəsini sarsıdan Aşuranın böyük zəlzələsində o, Allahın gözəlliyini görür. Əlbəttə, Əmirəl-Möminin və Həzrət Zəhranın qızı belə olmalıdır. İndi diqqət yetirin ki, burada şər barədə şübhə var və bu, şər və pislik ilahi əməldən kənardadır, yoxsa Allahın əməlində. Görün Bəni Haşimin əqiləsi nə deyir? Ey insanlar, pisliklərdən nə görürsünüzsə, Allahın sizin görmədiyiniz gözəlliklərindədir. Pislərin pisliyi öz yerində, Allahın gözəlliyi isə öz yerindədir.